Əssalamu aleykum. Bəzi məmləkətlərdə yağış çox yağır. Ona görə də insanlar bunun üzərinə çox düşünmür, normal bir şey kimi qəbul edirlər. Ancaq bəzi məmləkətlərdə yağış o qədər az yağır ki, ildə bir dəfə, iki dəfə və yağış yağanda insanlar sevinirlər, küçələrə çıxırlar. Və mən də düşündüm ki, bu fürsətdən istifadə edeyim. Hal-hazırda mən olduğum məmləkətdə uzun müddət yağış yağmırdı, indi yağış yağır və bundan istifadə edib sizə qısa bir yağışla bağlı çəkiliş edeyim. Peyğəmbərimiz Allahın ona və əhl-i beytinə salam olsun. Yağış yağanda çox sevinərdi, Allahdan xeyir diləyərdi və bu duanı edərdi. Allahumma sayyibən nafi'an. Allahım, bu yağışı bol və faydalı elə. Həmçinin Allah Rəsulu yağış yağandan sonra bu zikri bizə öyrətmişdi. Mutirnə bifədlillahi və rəhmətihi. Allahın lütfü və mərhəməti sayəsində yağmur endirildi. Ümumiyyətlə yağışla, yağmurla bağlı Quranda çoxlu ayələr vardır. Bu ayələrin birində Bəqərə surəsi 22-ci ayədə Allah Taala belə buyurur: "Ellezî ceale lekumul erda firâşen ve's-semâe binâe." O sizin üçün yeryüzünü döşəmə, göyü isə tavan etdi. "Və enzele mine's-semâi mâen fe'axrace bihi mine's-semerâti rizqan lekum." Göydən su endirib onunla sizin üçün növbənöv məhsullardan ruzi yağdırdı. Fayda üçün deyim ki, Allahın yaratdığı günəş, əzəmətli məxluq istilik verir və bu səbəblə də dənizdə, çayda, göldə, yəni yerdə olan su buxarlanaraq yuxarı qalxır və uca Allahın qurduğu o möhtəşəm nizam sayəsində buxar soyuq hava ilə qarşılaşır göydə və bulud əmələ gəlir və buludlar ağırlaşandan sonra su damcıları yerə düşür və bildiyimiz yağış olur və bu su dövranında ümumiyyətlə çox saylı faydalar vardır. Məsələn, torpaq dirilir, bitkilər böyüyür, bərəkətli məhsul yetişir, içməli su ehtiyatı yaranır, həmçinin hava təmizlənir, sərinlik yaranır, insanlar sevinir. Bir sözlə, insan, bitki, heyvan, bütün canlıların yaşaması üçün əsas həyat qaynağı olur. Yağışın gətirdiyi faydalar Allahın rəhmətinin açıq əlamətidir. Həmçinin yağışla Allah ölü torpağı dirildərək insana ahirətdə dirilməni xatırladır. Amma yağış nemət olduğu kimi bəzən də imtahan olur. Çox yağarsa daşqın olar, az yağarsa quraqlıq olar. Ümumiyyətlə isə bununla Allah yaratdığı təbiətdə böyük nizam, qanuna uyğunluq və tarazlığı qoruyub saxlayır. Ona görə yağış yalnız göydən yağan su deyildir. Allahın rəhmət və qüdrət nişanəsidir. Allah'a emanet olun. Selamun aleyküm.